Müslüman kardeşler, insan öz Rabbini tanımakla iş kurtarmır. Guru kurbanın olmumu ile iş kurtarmır. Halva demekle ağız şirin olmur. Toyuqda su içende başını yukarı kaldırır. Eğer Allah bize ağın nimetini veripse, demek bunun mükabilinde bizden talep ettikleri var. Ve bu taleplerin başında da namaz durur. Allah Teala Kur'an-ı Kerim'de namazı terk edenler baresinde buyurur. Onlardan sonra namazı terk edip şehvetlere uyan bir kavim geldi. Biz onları cehennemde gayderesine atacağız. Namazı terk etmek, kulun hayatta itirebileceği en büyük itkidir. Çünkü namaz, kulu Rabbine birleştiren mühim bir bağ ve vasıtedir. Bu bağ koptuktan sonra insanın zelalet ve küfür batağılığında boğulmaması demek olar ki mümkün değil. Ama çok teessüfler olsun ki bugün bizlerden çoğu insanları hasta, şikayet, kör gördüğümüz zaman onların halına namazsız gördüğümüzden daha çok acıyırıq. Halbuki basiret gözüyle baktığımız zaman hastalık ve ölüm hayat itirdiğimiz en büyük itki değil. En büyük itki yaşarken içimizde ölen imandır. Yaşarken terk ettiğimiz namazdır. Namaz İslam'ın 5 dayağından biridir. Peygamber sallallahu aleyhi ve sellem buyurur, bizimle kafirlerin arasındaki ahd namazdır. Kim onu terk ederse küfre düşer. Ömer İbni Hattab radıyallahu anh buyurur, namazı terk edenin İslam'dan payı yoktur. Allah Teala diğer ayda buyurur, cehennem ehlinden soruşarlar, sizin cehenneme düşmenizin sebebi nedir? Cehennem ehli böyle cevap verer, biz namaz kılanlardan ve kasıbı yezdirenlerden olmadık. Batile dalanlarla biz de dalardık ve kıyamet günü dirilmeyi inkar ederdik. Müddessir suresinin 43-46. ayları. Ey Allah'ın bendesi, namazı terk ettiğin günden Allah'la arandaki alaka kesilip ve bu alakayı kesmekle sen büyük bir hazinenin açarını itirdin. İnsan bu dünyada bir yolcudur ve bu yolculuk ana bətninden dünyaya kadem koyduğu günden qəbrə kimi devam edir. Namaz ise yolcunun özüyle gezdirdiği azugəsi ruhun sağlamlığıdır. Qəm kədərindən qurtulmaq üçün bir qapıdır. Dəstəmaz alıb, oxuduqlarını dərk edərək, səcdədə yalvarıb, yaxarıb, dua edərək 2 rükət namaz qılmaq sənin qəm qüssənə dərman olaraq kifayət edər. Müsəlman qardaşlar, namazdan qafil qalanların qəlbləri elədikləri günahlardan dolayı qaralmış və daşlaşmışdır. Allah Teala Kur'an-ı Kerim'de buyurur, qiyamət günü səcdə edilməyə dəvət olunduqları an, onlar səcdə edebilməyəcəklər. Zillətə qərq olduqları halda gözləri zəlilcəsinə yerə tikiləcək. Halbuki onlar dünyada sağlam olduqları vaxt namaza, səcdəyə dəvət olunurdular. Qaləm suresinin 41-42. ayları. Onlar dünyada Allah'a səcdə etmədikləri üçün qiyamət günü də səcdə etməkdən məhrum olacaqlar. Dünyadayken çağrılırdılar, gəlmirdilər, işlərini və vaxtlarını bəhanə getirirdiler. Ama özlerini aldadırdılar. Ama mesele imkan ve vaxt meselesi değildi. Mesele iman ve istek meselesiydi. İman ve istek olsaydı imkan da tapardılar. Bir gün ərzində 24 saatdən 1 saat vaxtlarını Allah için ayırmırdılar. Bir namaz, bir stəkan çay içməkdən, bir sigaret çekmekten, bir klip izlemekten az vaxt taparır. 5 vaxt namaz günde 1 saattan, həftədə 7 saattan, ayda 1 günden, ilde 12 günden de az vaxt taparır. Nəfsani arzularını həyata keçirtmək üçün, sağa sola getmək üçün, ağına bozuna baxmadan vaxtlarını ve imkanlarını qurban verirdilər. Aylıq 500 manata kiminsə yanında səhərdən akşama kimi işləyirdiler. Ama Allah'ın onlara verdiği göz, el, ayak vesaire kimi kıymetsiz nimetler mükabilinde günde 1 saat ayırmırdılar. Yani ey insan, Allah 500 manat kadar olmadı mı ki Əliyə vəliyə ayırdığın vaxtı ona da ayırasan? Bu söhbətimizi dinleyen herkese sual verirəm. Bizlerden biri kiminse yanında işlese ve ayın sonunda onun maaşını veya hakkını vermeseler o ne eder? Cevap belki dövüşer, qəzəblənər vesaire. Ama en azından ikinci defa o adamla iş görmez. Hakkımızı vermeyeni silip atmak için 1 ay yeter. Yaxşı onda Allah bizimle ne etsin? Neyin ki 1 ay, 2 ay
Əksinə 10, 20, 30 illərdir ki, Allahın nemetinden istifade edirlər, amma onun haqqını lazımınca vermirlər. Göz, qulaq, dil, əl, ayaq kimi nemətləri heç bir kommunal xərc ödəmədən istifade edib, onun qarşılığında səcdə etməmək nankörlüqdür ya yox? Yaxşı nankörün duası sabah qəbul olunacaqmı? Nankora kömək olunacaqmı? Cavab açıq aydındır. Bugünkü Müslüman aleminin zayıflama ve büdrəməsinin ana sebebi de namazsızlıq və yaxud da namazın canı, ruhu, özəyi sayılan, həmçinin namazın vacib olmasının əsas məqsədi sayılan xuşunun, yəni namazda oxuduğu ayətlərin və zikirlərin tərcüməsini bildiyi halda onları fikirləşərək, yəni bu ayələri fikirləşərək, düşünərək, sanki Allah qarşısındaymış kimi, onunla dərdləşirmiş kimi namaz qılıb Allah'a dua etməyin olmamasıdır. Xuşulu namazın olmamasıdır. Allah'ı elm üzərində tanımağın olmamasıdır. Eğer Allah'ı hakkıyla tanısaydılar, ondan lazımınca korkar, ona lazımınca itaat ederdiler. Allah Teala başka bir ayda buyurur, kıyamet günü secde edilmeye davet olunduklarında onlar secde edebilmeyecekler. Zillete garg oldukları halda gözleri zəlicəsinə yere dikilecek. Halbuki onlar dünyada sağlam oldukları vaxt namaza ve secdeye çağrılırdılar. Qələm suresinin 41-42. ayələri. Onlar dünyada Allah'a secde etmedikleri için kıyamet günü de secde etmekten mahrum olacaklar. Dünyadayken çağrılırdılar, gelmirdiler. Təkəbbürlük edirdiler. Gelmemekle yanaşı namaz kılanlara istehza edip onları ələ salırdılar. Belə adamlara diniz, Allah'ı, salih əməlləri xatırladanda səni lağa qoyurlar. Allah Teala Kur'an-ı Kerim'de buyurur, siz əzanla namaza çağrıldığınız zaman onlar istehza ederek bunu oyun oyuncak sayarlar. Bu onların anlamaz bir tayfa olduklarındandır. Maide suresinin 58. ayeti. Diğer ayette ise Allah Subhanahu Teala buyurur. Hakikaten günahkarlar dünyadayken iman getirmiş kimselere gülürdüler. İman getirmiş kimseleri görende onları lağa koyurdular. Mutaffifin suresinin 29-30. ayələri. Müslüman kardeşler, hiç kim ona ünvanlanan bu cürna layık sözlere göre ruhtan düşmesin. İstihza etmek ağlın kemliğinden, azlığından irəli gelir. Qoy gülsünler, yaxşı gülsünler, ama xoşbəxt ahırda gülen kimselerdir. Necə ki Allah Teala buyurur, o gün, yani ahirette iman getirenler kafirlere gülecekler. Mutaffifin suresinin 34. ayeti. İnsanlar namaza karşı səhlənkarlıq ettiklerinden dolayı çoxlu xeyirdən geri kaldılar. Bu dünyada namaz kılmadan xoşbəxtlik axtaran insanın halı doğrudan da qəribədir. Belaları dəf etmək Allah'ın elindədir. Ölüm ve hayat Allah'ın elindədir. Xəstələrə şəfa vermək Allah'ın elindədir. Ruzini genişləndirmək Allah'ın elindədir. Bütün xeyir qapıları Allah'ın elindədir. O bir şeyin olmasını istədikdə ondan yalnız ol demektir. Ona giden yol ise namazdan geçir. Daşlardan, qayalardan, pirlerden, qəbirlərdən değil. Allah Teala özü ile kulları arasında salih əməlləri, namazı, orucu, zekatı vasıta etti. Pirleri, qəbirləri, övliyaları, ziyaretgahları değil. Allah Müslüman kardeş ve bacılar, dini bilməməzlikdən və yaxud dini səhv başa düşdüklərindən dolayı insanda özünü bir üzə verən bir çox müsəlmançılığa zidd olan əlamətlər müşahidə olunur. Və bu əlamətlərdən biri də Allahla beraber Allah'tan qeyrilərindən, daşlardan, ağaclardan, ölülərdən kömək istəmək, onlara yalvarıb, yaxarıb, dua etmək, nəzir deyib qurban kəsməkdir. Allah Teala Kur'an-ı Kerim'de buyurur, şüphesiz ki Allah özüne şerik koşulmasını bağışlamaz. Bundan başka günahları ise istediği kimseye bağışlayar. Allah'a şerik koşan kes ona iftira atmakla büyük bir günah etmiş olur. Nisa suresinin 48. ayeti. İnsanların çoxusu Allah'a şerik koşmağın ne kadar əzəmətli bir günah olduğunu, hissetmirlər, bunu dərk etmirlər. Məsələn, eşidəndə ki kimsə zina edir,
narkomanlık edir, oğurluk vesaire günahlarla meşgul olur. Bu kimi haberlere pirlerin üzerinde kurban kesilmesi kimi haberlerden daha çok tesirlenirler. Bütün bunlar ise Allah'ı doğru düzgün tanımamaqdan qaynaqlanmaqdadır. Doğru düzgün tanısaydılar, onu layıqınca qiymətləndirərdilər. Bizden biri kiməsə yaxşılıq edib, onu müalicə etsə, işini düz qoş eləsə və yaxud yolda benzini kurtaran adama benzin alıp verse ve bunun müqabilində həmin adam başkasına çok sağ ol deyip geçse, biz hansı hissləri keçirərik? Allah'ı da qəzəbləndirən en büyük şey budur. İndi gəlin baxaq, insan kime çok sağ ol deyir? Ölüye, onun özüne gücü çatsaydı ölmezdi, özünü müalicə ederdi. Dilsiz, ağılsız daşlara, ağaçlara, o daşlar ve ağaçlar ki heyvanlar oraya yuva kurur, orada yaşayır, oranı öz necasetiyle kirlendirir. Vallahi elə bir pir yoktu ki kuşlar oranı öz necasetleriyle kirlendirmesinler. Bəziləri nalasır, ona ki atların ayak altısıdır, ayak altından da medet umulursa Allah buna qəzəblənməsin ne etsin? Qoç kəlləsi asırlar, ölümü özünden uzaklaştırabilmeyen, insanın bıçağı altında aciz kalan heyvanın kellesi. Hindistan'da ineğe ibadet edenler inek kellesi asır. Sen ise koç, bir de hiç mentika uygundur mu ki ibadet ettiğin, seni öldükten sonra koruyacak bir şeyin başını kesmek mümkün olsun? O mukaddes olsaydı Allah onun başının kesilmesine imkan vermezdi. Bir de deyirsən ki başını kestiğin koçun kellesi senden gözü mərdimazarı uzaklaştırsın. O koçun imkanı olsaydı buynuzlarını başını kesen adamın gözüne sokardı. Köməyə qalsın bir qırağa. Bəziləri ise bu əməlləri vasitə sayır, vasitə adlandırırlar, vəsilə adlandırırlar. Allah dünyadaki memurlar kimi değil ki ona çatmak için mütlak kimisi araya salasan, Allah'la insanın arasını körlayan, pozan şeyler ancak günahlardır. Bunun eksi olarak insanı Allah'a yakınlaştıran şeyler de salih əməllər, namaz, ihlas, oruç, zekat, həcdir. Ve insanın salih əməllərlə ettiği vasitədir, duadır. Necə şair batil təvəssül barəsində buyurur, keçseydi vasitəçilik İslam dininde, dünyadan fərqi qalmazdı dininde, ədalət sinirlərdi bəndələrin zehnində, padişah qafildir halımızdan vasitəsiz anlamaz, Allah kamildir, padişahla müqayisə olunmaz. Yani keçseydi vasitəçilik, batil vasitəçilik İslam dininde, dünyadan fərqi qalmazdı dininde, eğer dünyada da daydaylıq keçirsə ve Allah yanında bu sistem, bu kanun işləyirsə, artık dünyadan dinin ne farkı kalacak, dinin dünyadan ne üstünlüğü kalacak? Birçok insanların İslam'a girmek sebepleri de mesele budur. İnsanlar arasındaki beraberlik. Eğer Allah katında da bu beraberlik pozulsaydı, onda dinle dünyanın arasında ne fark kalardı? Şair buyurur, adalet sinirlerdi bendelerin zihninde. Padişah gafildi halımızdan, vasitesiz anlamaz. Padişahlar vasiteye mühtaçtır. Ona göre de biz bugün kiməsə çatmak için, padişaha çatmak için, nazirin yanına gitmek için vasite koşmalıyıq. Allah kamildir, padişahla müqayisə olmaz. Allah subhanahu taala qaranlıq gecədə, qara daşın üzərində, qara qarışqanın attığı addımları da görür və onun ləpirlərinin izlərini də görür və o ləpirlərin şaxşıxasını da eşidir. Allah subhanahu taala nə doğub, nə doğulub, onun heç nəyə ehtiyacı yoxdur. O kamildir.